Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir. Növbəti baxış iclasında suveren ərazilərimiz vaxtilə Ermənistanın işğalı altında saxlanılanda orada mövcud olmuş keçmiş qondarma rejimin dırnaqarası rəhbəri, təqsirləndirilən Arayik Harutyunyan, Hayastan Ümumi Fondunun fəaliyyəti, həmçinin Azərbaycanın ərazilərində aparılan qanunsuz məskunlaşma ilə bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırdı. Dedi ki, o Fondun Qəyyumlar Şurasının üzvü olub və bütün iclaslarında iştirak edib. Bundan sonra Arayik Harutyunyan hüquqlarını müdafiə edən vəkil ilə məsləhətləşərək sualları rus dilində cavablandırmaq istədiyini bildirdi. Hakim onun istədiyi dildə ifadə verməkdə sərbəst olduğunu dedi. Təqsirləndirilən ifadə verdi ki, fond qondarma rejimdə müxtəlif infrastruktur layihələri həyata keçirib. Dedi ki, təklifləri onlar, hansı layihələrin həyata keçirilməsi ilə bağlı qərarı isə fondun icraya şurası verib. Bundan sonra isə fondun şurası tender elan edib və qalib gələn layihələri fond özü maliyyələşdirib. Bildirdi ki, qondarma rejimin dırnaqarası hökuməti həmin layihələrin maliyyələşdirilməsində iştirak etməyib. Müqavilə fondun rəhbərliyi ilə layihənin icraçıları arasında bağlanıb. Layihələrə və maliyyə vəsaitinə nəzarəti də fond özü həyata keçirib. Bunun üçün fondun nəzarət funksiyası, nəzarətçiləri, audit xidməti olub. Amma tikinti işlərinə qondarma rejim də nəzarət edib. Arayik Harutyunyan dedi ki, layihələrin maliyyələşdirilməsi nəqd qaydada aparılmayıb. Ödəniş podratçılar işlərini yerinə yetirdiklərini təsdiqləyən sənədləri təqdim etdikdən, nəzarət və maliyyə yoxlamasından sonra bank vasitəsilə aparılıb. Hər bir podratçının bankda hesabı olub. Həmin bank onları maliyyələşdirib və xidmətləri yerinə yetirənlərə ödəniş edib. Bəzi podratçılar qondarma rejimdə, bəziləri isə Ermənistanda qeydiyyatdan keçib. Qondarma rejimin özünün bankı olmayıb və burada Ermənistanın çoxsaylı banklarının filialları fəaliyyət göstərib. Fondun vəsaiti hesabına inşa edilən İrəvan-Goruz-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yolları ilə bağlı dedi ki, qondarma rejimlə Ermənistan arasında əlaqə əsasən bu iki yol vasitəsilə təmin olunub. Birinci yol 1994-1996-cı, ikinci isə 2015-2017-ci illərdə inşa olunub. Yollarda nəqliyyatın və yükdaşımaların həyata keçirilməsi ilə bağlı hər hansı bir qadağa olmayıb. Lakin bəzi sahələr üzrə məhdudiyyətlər, məsələn, meşə ağaclarının daşınması ilə bağlı məhdudiyyət tətbiq olunub. Bu yoldan hərbi texnikanın daşınmasında istifadə edilib sualına bəli deyə cavab verdi. Bildirdi ki, bu yolda hansı texnikanın daşınması fərq etməyib. Arayik Harutyunyan iddia etdi ki, 2-ci Qarabağ müharibəsi dövründə Hayastan Ümumi Fondunun göstərdiyi yardımlardan istifadə olunmayıb. Lakin həmin dövrdə və sonrakı vaxtlarda kifayət qədər böyük məbləğdə 100 milyon dollardan çox vəsait toplanmışdı. İddia etdi ki, vəsait Hadrut, Ağdərə, Xocavənd və Şuşada ermənilər üçün evlərin tikintisinə sərf edilib. Xocalı, Daşbulaq və digər yaşayış məntəqələrində layihələr həyata keçirilib. Arayik Harutyunyan dedi ki, fondun donorları 10 minlərlə erməni fiziki şəxs olub. Fonda Ermənistanda və qondarma rejimdə yaşayanlar, həmçinin hüquqi şəxslər vəsait köçürüb. İnşa edilən evlərdə Ermənistandan və digər müxtəlif ölkələrdən gələn ermənilər də yaşayıb. Bildirdi ki, həmin proqrama ayırmaq üçün onların elə ciddi maliyyə resursları yox idi. Etiraf etdi ki, qanunsuz məskunlaşma zamanı Ermənistanın Goruz, Qafan rayonlarından, həmçinin sərhəd kəndlərdən Azərbaycana köçüb gələn ermənilər əsasən Laçın, Qubadlı, Zəngilanda məskunlaşıblar. Çünki həmin rayonlarda xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar vardı. Köçürülən ermənilər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Arayik Harutyunyan dedi ki, köçüb gələn ermənilər sonradan qondarma rejimin vətəndaşları olurdular. Baxmayaraq ki, bizim Ermənistanla pasportlarımız eyni idi, amma onlara qondarma rejimin də pasportunu verirdik. Həmin ermənilərin bizim güzəştli proqramlarımızdan istifadə etmək hüquqları vardı. Onlara kənd təsərrüfatında işləməyə şərait yaradılıb. Əlbəttə, biz istəyirdik ki, həmin ərazilərdə məskunlaşma getsin deyərək bildirdi ki, bu ilk növbədə təhlükəsizlik məsələləri baxımından vacib olub. Əlavə edib ki, Suriyadan, Livandan, həmçinin Rusiyadan köçüb gələnləri şərait qane etdiyi üçün qalıblar. Təqsirləndirilən etiraf etdi ki, qondarma rejimdə demoqrafik problem aktual olub. Maliyyə problemi və Qarabağ məsələsinin qeyri-müəyyənliyi səbəbindən demoqrafiya ilə bağlı istəklərinə nail ola bilməyiblər. Qondarma rejimin büdcəsi ilə bağlı sualları cavablandırarkən dedi ki,
Bu məsələ hər il qondarma rejimdə və Ermənistanda müzakirə olunub. Ermənistan büdcəsində ordunun maliyyələşdirilməsi ilə bağlı ayrıca bənd olub. Hər il Ermənistandan qondarma rejimə faizsiz kredit ayrılıb. Ayrılan kredit qanunsuz məskunlaşma işlərinin aparılması üçün də istifadə olunub. Sonra Arayik Harutyunyan, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin qondarma rejimdə fəaliyyət göstərən və Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar edən xarici şirkətlərlə bağlı sualları cavablandırdı. Dedi ki, bu şirkətlərin fəaliyyəti üçün xüsusi qeydiyyatdan keçməyə ehtiyacı olmayıb. Sadəcə qondarma rejimin dırnaqarası qayda qanunlarına əsasən fəaliyyət göstərmək lazım olub. Həmin dırnaqarası qanun qaydalar isə çox sərt olub. Dedi ki, müharibədən sonra qondarma rejimdə iqtisadiyyat olmayıb. Ona görə də dırnaqarası hökumət həmin şirkətlərə fəaliyyət göstərməyə, sərmayə yatırmağa şərait yaradıb. İddia etdi ki, Kəlbəcərdə Zod qızıl yatağını qanunsuz istismar edən şirkətin adını bilmir. Amma şirkətin fəaliyyətinin bir hissəsi Azərbaycanın, digəri Ermənistan ərazisində olub. Həmin şirkət Ermənistanda qeydiyyatdan keçib. Hansı ərazidə nə qədər iş görüldüyü barədə dəqiq məlumatı yoxdur. Bildirdi ki, həmin şirkət qondarma rejimin büdcəsinə maliyyə vəsait köçürməyib. Zəngilanın Vecnəli kəndindəki yataqların qanunsuz istismarı və burada fəaliyyət göstərən zavodla bağlı isə dedi ki, bu ən uğursuz proqram olub. Sovet dövründən qalan materiallarda qeyd edilib ki, orada 6500 ton qızıl var. Zalatoya Zvizda şirkəti ora 30 milyon dollardan çox sərmayə yatırıb, amma nəticədə 500-600 kiloqram qızıl aşkarlanıb. Bu səbəbdən əlavə kəşfiyyat işlərinin aparılması qərarı alınıb. Arayik Harutyunyan dedi ki, şirkət təxminən 2014-2015-ci illərdə fəaliyyətə başlayıb. Proqram Vardan Sarmakeş tərəfindən maliyyələşdirilib. Yəni həmin investorları o təqdim edib. Layihə qondarma rejimin dırnaqarası Artsaq İnvestisiya Fondu və İnvestisiya şirkəti tərəfindən maliyyələşdirilib. Qondarma rejimin dırnaqarası dövlət şirkəti olsa da, layihənin 50% dövlətin payına düşüb. Digər 50% isə Armeniya İnvestisiya Fonduna məxsus olub. Frank Müller şirkətlər qrupunun isə qondarma rejimdəki layihələrə investisiya yatırmağını və iştirak etmədiyini iddia etdi. Bildirdi ki, Vardan Sarmakeş bu şirkətin həmsahibi idi. O, müxtəlif istiqamətlər üzrə sərmayələrin qoyuluşuna kömək edib. Onun əlaqələri vasitəsilə xarici investisiya şirkətləri layihələrə qoşulub. Həmçinin Ermənistanda fəaliyyət göstərən investisiya fondları mütəmadi olaraq sərmayə proqramlarında iştirak edib. Qarabağ Telekom şirkəti ilə bağlı bildirdi ki, bu qondarma rejimdə yeganə telefon operatoru olub. Təxminən 2001-2002-ci illərdə Livan vətəndaşı tərəfindən fəaliyyətə başlayıb. 2023-cü ilin sentyabrınadək fəaliyyət göstərib. 2008-ci ildən başlayaraq qondarma rejimin büdcəsinə orta hesabla illik 4-5 milyon ABŞ dolları vergi ödəyib. Qondarma rejimdə Bayez Metals şirkətindən sonra ikinci ən böyük vergi ödəyicisi və Qarabağda fəaliyyət göstərən ən böyük şirkətlərdən biri idi. Arayik Harutyunyan dedi ki, Bayez Metals şirkətinin təxminən 1500 işçisi olub. Şirkət tərəfindən 25-30 milyon dollar vergi ödənilib. Şirkətin direktoru Artur Mıkırtumyan, sahibi isə Valeri Mejlumyan idi. Bundan sonra Arayik Harutyunyanın vəkili vəsatət verərək rus dili üzrə tərcüməçinin başqa tərcüməçi ilə dəyişdirilənədək dindirmənin dayandırılmasını xahiş etdi. Arayik Harutyunyan isə vəkili ilə görüşmək üçün konfidensial görüş verilməsini xahiş etdi. Bununla bağlı məhkəmədə fasilə elan olundu. Fasilədən sonra Arayik Harutyunyan ifadəsini erməni dilində vermək istədiyini bildirdi. Hakim dedi ki, bu onun hüququdur və istədiyi dildə ifadə verə bilər. Təqsirləndirilən dövlət ittihamçısının sualına cavabda dedi ki, qondarma rejimdəki Artsaq Bank Ermənistanda qeydiyyatdan keçib və mərkəzi ofisi orada yerləşib. Ermənistanın Mərkəzi Bank tərəfindən idarə olunub. Xankəndidə regional filialı, müxtəlif ölkələrdə və banklarda isə müxbir hesablar olub. Mütəmadi olaraq beynəlxalq audit keçirilib və hesabatları verilib. Ermənistanın digər bankları ilə müqayisədə üstünlüyü və imtiyazları olmayıb. Sonra məhkəmədə Arayik Harutyunyanın müharibə dövründə internet resurslarında paylaşdığı məlumatları, çıxışları, bəyanatları, keçirdiyi görüşlərə dair materiallar təqdim olundu. 44 günlük müharibə zamanı etdiyi müraciətlərdən birində o, hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən Gəncənin raketlə vurulmasından danışır. Gəncənin vurulması ilə bağlı tapşırıq verdiyini deyir. Bildirir ki, bunu rəqibin özlərinə gəlməsi üçün ediblər. Əks təqdirdə digər şəhərləri də vuracaqlar.
Məhkəmədə Aray Karutunyan dedi ki, Azərbaycanın beynəlxalq neft kəmərlərinin hədəfə götürülməsi barədə onun tərəfindən əmr verilməyib. Bizim tərəfimizdən belə bir əmr verilməyib, elə bir səlahiyyətimiz olmayıb. Təqsirləndirilən dedi ki, qondarma rejimin dırnaqarası müdafiə ordusu Ermənistan Silahlı Qüvvələrinin birləşməsi olub. Həmin birləşmənin müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Bizə tabe olmaq hüququ da yox idi. Bizim isə hərbi təlimatları həyata keçirmək hüququmuz yox idi. Aray Karutunyan qondarma rejimin dırnaqarası müdafiə ordusunun Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsinin arsenalında müharibə dövründə döyüşlərin getdiyi ərazilərdən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin vurulduğu, neft kəmərlərinin hədəf alındığı İskəndər M, Elbrus.U və Smerç tipli raketlərin olmadığını dedi. Neft kəmərlərinin kimin əmri ilə hədəfə götürüldüyü barədə məlumatının olmadığını iddia etdi. Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.